Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Bakı Su Kanal İdarəsinin məqsədi və əsas fəaliyyəti mərkəzi anbarlar, nasos stansiyalar və magistral xəttlər vasitəsilə rayon su kanal idarələrinin şəbəkələrinə paylanılmasından, Bakı şəhərində formalaşan tullantı yağış sularının mərkəzi kollektorlarına və digər mühəndis qurğular vasitəsilə təmizləyici qurğular kompleksinə nəql edilməsindən və digər işlərdən ibarətdir. Bakı Su Kanal İdarəsi işlərini günün tələblərinə uyğun olaraq qurub və bu istiqamətdə də davam etdirir. Bu işlərə qəzalar da daxildir ki, baş verən qəzalar da dərhal operativ olaraq aradan qaldırılır. Ümumiyyətlə ilin əvvəlindən etibarən 276 pagonometr müxtəlif diametrli su xəttləri çəkilib, 98 pagonometr su xəttləri dəyişdirilib və su şəbəkəsində baş vermiş 540 qəza aradan qaldırılıb. Deməli, hal-hazırda dayandığımız ərazi Samunçu rayonu Zabrat qəsəbəsi tramvay küçəsində diametri 800 mm olan kanalizasiya kollektorunda baş vermiş qəzanın aradan qaldırılması məsələsini müşahidə edirik. Gördüyünüz kimi əraziyə xüsusi texnika cəlb olunub, maşın mexanizmi cəlb olunub, operativ olaraq qəzanın aradan qaldırılması tədbirləri görülür. Amma eyni zamanda onu da qeyd etmək istəyirəm ki, müşahidə edirsə əgər vətəndaşlara məxsus fərdi yaşayış evləri, hasarlar kollektora çox yaxın məsafədə tikilmişdir. İlin əvvəlindən indiyədək idarə tərəfindən 4 ədəd müxtəlif güclü elektrik mühərriki dəyişdirilib, 51 ədədi isə təmir edilib. Bununla yanaşı 8 ədəd müxtəlif markalı nasoslar dəyişdirilib, 238 ədəd su tansosu təmir edilib, 12 ədəd sıyırtmə dəyişdirilib, 333 ədədi isə təmir olunub. Bundan başqa 2191 pagonometr müxtəlif diametrli kanalizasiya xətti dəyişdirilib və təmir olunub, 115 ədəd kanalizasiya nəzarət baxış quyusu tikilib və təmir olunub. Hal-hazırda dayandığımız ərazi Peşağı bioloji təmizləmə qurğusudur. Bu qurğu 2020-ci ildə istismara verilib. Qurğunun layihə gücü sutkada 40 min kub metr təşkil edir. Nəzərinizə çatdırım ki, qurğu ümumilikdə Bakı ətrafı kəndlərin 11 kəndin ərazisində formalaşan çirkab suları bura nəql olunacaq və burada bioloji təmizləmə keçdikdən sonra dənizə atılacaq. Yəni ayrı-ayrı götürürsək, əgər deməli Samunçu rayonu 5 kənd, Abşeron rayonu 6 kənd daxil olmaq şərti ilə bir daha təkrarən qeyd etmək istəyirəm ki, 11 kəndə formalaşan çirkab sular bu qurğuya daxil olacaq və bioloji təmizləmədən keçmək şərtilə dənizə atılacaq. Qeyd edək ki, Bakı Su Kanal İdarəsinin fəaliyyət istiqamətində gecə saatlarında baş verən qəzalar da yer alır ki, belə qəzalarda idarənin gecə növbəsi tərəfindən operativ olaraq öz müsbət həllini tapır.